Salam əziz izləyici, zəhmət olmasa kanala abunə ol. 1950-ci ildən 2012-ci ilə qədər keçən zamanda baş verən qasırğalara baxsaq, onda görərik ki, qadın adlı qasırğalar kişi adlı qasırğalardan daha təhlükəli və daha çox ölüm sayı ilə seçilir. Meteoroloqların xüsusilə ölümcül qasırğalara qadın adı vermək kimi bir adəti yoxdur. Bu tamamilə təsadüfən verilən adlardır. Əslində mövzumuz coğrafi və ya tarixi deyil. Yəni qasırğa necə formalaşır, hansı dövlətlərdə daha çox baş verir və ya neçənci ildə hansı şiddətli qasırğa baş verib, nə qədər insan vəfat edib və s. Mövzumuz psixoloqların qasırğa üzərindən, daha doğrusu qasırğaların adı ilə bağlı keçirdiyi təcrübələrdəndir. Bir qrup insana bir qasırğa haqqında məlumat verildi. Daha sonra eyni qasırğaya həm kişi, həm də qadın adları verildi və insanlardan bu qasırğa haqqında fikirlərini söyləmələri istəndi. Əslində iki fərqli qasırğa yox, yalnız bir qasırğa vardı. Qəribəsi odur ki, qasırğa qadın adı veriləndə insanlar bu qasırğaya daha təhlükəsiz, daha az qorunmalı olduqlarını söylədilər. Hər halda ölümlərin qadın adlı qasırğalarda daha çox olmasına məhz bu amil səbəbdir. Nəticədə belə oldu ki, kişilər qadınlara nisbətən daha güclü və hücum edən kimi beyinlərdə formalaşıb. Ona görə qasırğaların adları qadın adları olanda insanlar özünü daha təhlükəsiz, kişi adları olanda daha narahat və qorxu dolu hiss edir. Və bu vəziyyət insanların gündəlik həyatlarında baş verir.